Hər vaxtınız xeyir olsun əziz futbol həvəskarları. Bəli, Qubada təşkil olunan ənənəvi sayca 3-cü Ulduz Cup beynəlxalq futbol turnirinin rəsmi açılış mərasimində hər birinizi xoş gördük. Bir daha xatırladım ki, Ulduz Cup 2026 beynəlxalq futbol turnirinin oyunları və həmçinin rəsmi açılış mərasimi Gənclər və İdman Nazirliyinin rəsmi YouTube kanalı vasitəsilə canlı yayımlanır. İştirakçı komandalar açılış mərasimində stadiona daxil olurlar. 7 ölkəni təmsil edən 12 komanda 3 qrupda mübarizə aparır. E qrupunda Ulduz Futbol Akademiyası Zirə, Polşanın Drukarş və Özbəkistanın Bunyodkor. B qrupunda Neftçi, Qarabağ, Türkmenistanın Altın Taç, Gürcüstanın Dinamo Tbilisi. C qrupunda Sabah, Qırğızstanın Sulşorsi və Qazaxstanın Kayrat və Özbəkistanın Paxtakor komandaları mübarizə aparır. Səhər saat 9-dan etibarən artıq ilk turun oyunlarına start verildi. C qrupunda Sabah Paxtakora məğlub oldu, Kayrat Sulşorsini məğlub etdi. Müvafiq olaraq 2-0 və 4-0 hesabları qeyd alındı. Kayrat 4-0 hesablı qələbə qazandı. Sabah isə rəqibinə 0-2 hesab ilə məğlub oldu. B qrupunda Neftçi və Dinamo Tbilisi klublar arasındakı oyunda Gürcüstan təmsilçisi qələbə qazandı. Qarabağ bugün ilk turda Türkmenistanın Altın Taç komandası ilə üz-üzə gələcək. E qrupunda Zirənin ilk turdakı rəqibi Drukaşdı və Ulduz Futbol Akademiyası isə Bunyodkorla qarşılaşacaq. Bəli, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AFA və Ulduz Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən Ulduz Cup 2026 beynəlxalq futbol turnirinin rəsmi açılış mərasimindəyik. İştirakçı komandalar, futbolçular, tamaşaçılar onları salamlayır. Azərbaycan Respublikasının dövlət himni səslənir.
Azərbaycan Respublikasının dövlət himni səsləndi. Çıxış üçün dəvət olunur. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kütləvi və adaptiv idman sektorunun müdürü Elçin Qasımov. Hörmətli qonaqlar, hörmətli iştirakçılar, hörmətli futbol sevərləri, hər birinizi bu gözəl, ənənəvi Ulduz Cup beynəlxalq futbol turnirində xoş gördük. Hər birinizi salamlayıram. Ulduz Futbol Akademiyası yarandığı gündən 4 yaş qrupu ilə başlamışdı və bu günləri Ulduz Futbol Akademiyası 11 yaş qrupu ilə davam edir və sevindirici haldır ki, Ulduz Futbol Akademiyasında qızlardan ibarət komandalar da var. Bu çox gözəl göstəricidir və mən onlara arzulayıram ki, daha da iri miqyasda inkişaf eləsinlər, iri addımlarla inkişaf eləsinlər. Bugünkü gündə hər kəsi bir daha salamlayıram və burada yığışan hər kəsə təşəkkür edirəm. Xarici qonaqlarımızı da salamlayırıq və onlara da uğurlar arzulayırıq. Təbii ki, bu yarışda güclü, ən mübarizə aparan güclü komanda təbii ki, qalib olacaq. Hamını təbrik edirəm, hamıya uğurlar arzulayıram. Sağ olun. Təşəkkürlər Elçin bəy. Çıxış üçün dəvət olunur. Quba rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aynur Yahyayeva. Hər vaxtınız xeyir olsun, hörmətli Gənclər İdman Nazirliyinin məsul əməkdaşı Elçin müəllim, Qumru xanım, hörmətli qonaqlar, hər birinizi Qubada salamlayırıq. Xoş gəlmişsiniz. Bu gözəl turnirin keçirilməsində böyük təşəbbüskarlıq göstərmiş və təşkilatçı qurum olan Gənclər və İdman Nazirliyinə öz minnətdarlığımızı bildiririk. Gənclər arasında idmanın təşviqi, gənclərin sağlam ruhda böyüməsi və onların daha güclü olması üçün idman çox vacibdir. Bu yarışların əhəmiyyəti həqiqətən də çox böyükdür və biz istərdik ki, bütün gənclər belə turnirlərdə həvəslə iştirak etsinlər. Burada Qusardan gələn rayondan gələn qonaqlarımızı da salamlayırıq. Tədbirin işinə uğurlar arzulayırıq. Təşəkkürlər. Və komandalarımızı meydançadan yola salırıq. Ben açılışlar
2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən bu futbol yarışı böyük marağa səbəb olub. Dinamo Minsk klubu ilk turnirin qalibi oldu. Ötən il Neftçi finalda Paxtakoru məğlub etdi və Ulduz Cup beynəlxalq futbol turnirinin qalibi oldu və təbii ki, görək 4 gün davam edəcək yarışda, bu ilki yarışda sadəcə 3-cü turnirin qalibi kim olacaq? İlk turun oyunlarından sonra, hələ ki başa çatan qarşılaşmalardan sonra istər Paxtakor, Dinamo Tbilisi oyunlarını xüsusilə qeyd edə bilərik. Digər komandaların da oyunlarını səbirsizliklə gözləyirik və bundan sonra artıq ilk turdan sonra artıq komandaların şansları barədə, potensialları barədə daha ətraflı danışa bilərik. Təbii ki, təmsilçilərimizə də uğurlar arzu edirik. Sabah və Neftçi komandaları ilk oyunlarına məğlub olsalar da hələ qarşıda oyunları var və inanırıq ki, həmin qarşılaşmalarda da uğurlu nəticələr qazanmaqla dönüş edə biləcəklər və play-offa 4-1 final mərhələsinə yüksəlmək şansları olacaq. Eləcə də Ulduz Futbol Akademiyasının komandası, Zirə, Qarabağ komandaları, bütün təmsilçilərimizə uğurlar arzu edirik. Açılış mərasimi davam edir. Və açılış mərasimi başa çatdıqdan sonra qrup mərhələsində ilk turun oyunları davam edəcək. 2 gün ərzində qrup mərhələsinin oyunları başa çatır. Növbəti gündə play-off oyunları keçiriləcək. 2 meydançada təşkil olunur oyunlar paralel olaraq. Bir daha xatırladım ki, bütün qarşılaşmalar Gənclər və İdman Nazirliyinin rəsmi YouTube kanalı vasitəsilə canlı yayımlanır. Və avqustun 27-sində isə 3-cü yer uğrunda və final qarşılaşması keçiləcək və bununla da Ulduz Cup 2026 beynəlxalq futbol turnirinə yekun vurulacaq. Yurdumuz var, kaygını dikkatli hissedirik her zaman. İnanla gelirik gelemelere biz. Vatan eşki kalbimizde, rakiplere yok ama adın ile fahredirik ey Azerbaycan. Ses salıp dünyaya, judoçular fahrimiz. Her tür medallara layık olduk biz. Bir doğma
Gənc dostlarımıza təşəkkür edirik və alqışlayırıq. Bəli, gənc judoçuların nümunəvi çıxışları təqdim olunur. Ulduz Cup 2026 beynəlxalq futbol turnirinin rəsmi açılış mərasimində. Bəli, müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar açılış mərasiminə əlavə rəng qatır. Və təbii ki, əsas məqsəd idman dəyərlərinin təbliğ olunmasıdır. Futbola yanaşı digər idman növləri təmsilçilərinin də açılış mərasimində öz yerini alması bəşəri idman dəyərlərinin təbliği və bunu bir mesaj kimi çatdırmaqdır. Təşəkkürlər gənc tekvancılarımıza, uğurlar arz edirik. Çox sağ olun.